Börəklərinizdə daş yaranmasını istəmirsinizsə, bu 5 qaydaya mütləq əməl eləyin. 1. Gün ərzində 2 litr su için. Həkimlərin tövsiyəsi ilə gün ərzində 2 litr minimum su içmək bizim börəklərimizdə daş yaranma riskini düz 40% aşağı salır. Ona görə də çalışın ki, suyu rasionunuzdan çıxarmayasınız. 2. Duz qəbulunu azaldın. Həkimlər bildirirlər ki, gün ərzində 2 qramdan çox duz qəbul eləmək börəklərimizdə daş yaranma ehtimalını düz 30% artırır. 3. Müntəzəm məşqlər eləyin. Həftədə ən azı 3-4 dəfə etdiyiniz kardio məşqlər sizin qan dövranınızı artırır. Bu da börəklərinizdə daş yaranma ehtimalını aşağı salır. 4. Meyvə, tərəvəz və lifli qidalar qəbul eləyin. Meyvə və tərəvəzlər yüksək su tərkibinə malik olduğu üçün bədənimizin su balansını qoruyur. Bu da sidin pH-ını artıraraq börəklərimizdə daş əmələ gəlməsinin də qarşısını alır. Və nəhayət 5. Həkimlərinizin tövsiyəsi olmadan kalsium tərkibli dərman qəbul eləməyin. Dəyərli izləyicilərimiz, videolarımızın davamının gəlməsini istəyirsinizsə, bəyən düyməsinə basmağı və kanalımıza da abunə olmağı unutmayın.